Yəqin siz də unutqan dostunuza, "A, sən balıq beyinlisən" kimi sözlər demisiniz. Çünki belə bir mif var ki, balıqların yaddaşı 3 saniyədir. Amma həqiqətdə belə deyil. Araşdırmalar ümumiyyətlə göstərir ki, balıqlar bir məlumatı aylarla yadlarında saxlaya bilirlər. Məsələn, qızıl balıqlar formaları, səsləri öz yadlarında saxlaya bilirlər. Bundan başqa onlar ilk doğulduqları çaya qoxu vasitəsilə illər sonra qayıdıb öz kürlərini tökürlər. Burada həqiqətən yaddaşın izlərini görürük. Bundan başqa təcrübəli balıqçılar bildirirlər ki, əgər bir balıq qarmağa düşdükdən sonra xilas olursa, həmin əraziyə və həmin yemə yenidən yaxın durmur. Əlavə olaraq, balıq saxlayan insanlar buna daha yaxşı şahid olar ki, otağa daxil olan zaman akvariumdakı balıq suyun üzünə çıxmağa başlar. Bunun səbəbi həmin şəxsin ona yem verəcəyini bilir. Belə düşünülmə səbəbi əslində insan öz vicdan yükünü azaltmağa çalışır. Çünki insanlar balıqları illərlə dar qəfəsdə saxlayır bir akvariumda və bu şəkildə fikirlər ortaya atır ki, onsuz da balığın yadından çıxır.